Çin bunun üstünə sanki şahmat oynayıb. Birinci etibarən Çin Hunları məhv elədi. darmadağın elədi. Yəni Avropa Hunları niyə görə Avropadadır? Çinə görə. Çin vurdu. Çox pis vurdu. Yəni hətta Onda belə bir xülya da var ki, Çinlilər səddi güya bizə görə bizdən qorxduqlar. Bəlkə də bizdən qorxduqları üçün səddi çəkdilər. zaman qazanmaq üçün. Amma zaman qazanmaqdan savayı da bizi də orada məhv elədilər. Çin gördü ki, biz sözün əsl mənasında bunları yeyirik. Niyə? Çünki ortalama Hun əsgəri ortalama Çin əsgərindən də güclüdür. Sibirdə yetişir, gəlir, daha ətli, proteinli yeyir. Fiziki olaraq çox detal var. Birinci etibarən Hegin siyasəti yürütdü. Hegin nədir? Öz qızını vermək, nikah diplomatiyası bəlli bir şeydir. Zaman qazanırsan, qohum əlaqəsi qurursan ki, Hunlarla zaman qazansan, bala hücum eləmə, vaxt qazan. Reformasiya eləyim orduma. Baxır görür ki, bizim atımız sürətlidir. Atlı ordusu yığır. Amma görür ki, bunun atı yetmir. Nə edir? Özbəkistandakı Fərqanə vadisi eşitmisiniz. Ora hücum edir. Orada cənnət atları deyilən bir at cinsi var. Cənnət adı, Fərqanə atı yəni. O Fərqanə atlarını götürür, onları artırır sürətini. Artırdıqdan sonra onlar əsasında yığdığı 60 minlik yüngül ordusu ilə, bax yüngül atlısı ilə eynən Hun tərzi ordu yaradır. Və Hunlar döyüşə gələndə görür ki, ay mən sürətli idim, məndən də sürətli. Mən ox atıram, bu da ox atır. Hələ 2 qat da çoxdur. Beləcə Hunları başlayır yavaş-yavaş geri oturtmağa. Birinci Ordos vilayətini tutur, beləcə Hunlar geri çəkir. Sonra nə edir? Sürətli hücumları var deyə Çin görür ki, Hunlar buna sürətli hücum edir, bu da sürətli hücum edir. Birdən hücum edir, yağma törədir Hunların regionda. Və Hunlar məcbur geri çəkilir, geri çəkir, şimala gedir. Şimala getdikcə kasıblayır, kasıblayan kimi də məcbur ya bəyləri xəyanət edir xalqana, ya da belə. Və gəlirik ən əsas döyüşə, Mobey döyüşü. Çinlilər üstün Chukonu adında bir arbaletlər kəşf eləyiblər, 5-6 oxu birdən atır. Yəni mən ox atıram atım, o da mən 5 dənəsinin əvəzinə atır. Mənim kimi atlı sürətli atlılarla döyüşür. Arabaları yığır piyadasının qabağına, mənim atdım gəlib ona da dəyə bilmir, yəni sürətlə. Nəticə etibarilə üstünlüyü götürüb olur. Mobey döyüşündən sonra da Alxay dağlarında döyüşür və tam-tamına deyilənə görə 100 minə yaxın Hun əsgərini qırıblar. Beləcə Hun dövlətini çökdürüblər ki, Hunlar qərbə doğru və cənuba doğru keçilib. Cənuba doğru Axunlar olub, qərbə doğru isə Avropa Hunları, Attilanın onları.